A2 tərcümə getdik. Gəl restorana gedək və dadlı pizza yeyək. Let's go to the restaurant. Gəl gedək and eat tasty pizza. Tom çox dəcəl şagirddir. Cümlədə feili yoxdur, to be ilə deyəcəyik. Tom is a naughty student. Müəlliməyə qulaq asmır. He doesn't listen to teacher. Doesn't listen indiki sadə zamandadır. Tom he olduğu üçün üçüncü şəxsdəkində doesdan istifadə edirik. Sən şəhərdə çoxlu binalar görə bilərsən. You can see many buildings in the city. Mən bu hekayəni oxumaq istəmirəm. I don't want to read this story. I don't want to read. Baxın, want istəmək, read oxumaq. İki fe'l yanaşı gəlibdə to dedik arada. Çünki iki fe'l yanaşı gələndə deməli birinci fe'l olur əsas fe'l, ikinci fe'l olur məstər. Məstər də to ilə işlənilir. O çox maraqsızdır. It is so uninteresting. It is uninteresting. Mənim dayım yanğın söndürəndir. Baxın, cümlədə fe'l yoxdur. To be-dən istifadə edəcəyik. My uncle is firefighter. O insanları yanğından xilas edir. He saves people from fire. Saves. He üçüncü şəxs tək olduğu üçün s dedik. Robert həmişə yalnız hiss edir, çünki onun çoxlu dostu yoxdur sinifdə. Robert always feels lonely because he doesn't have many friends in the classroom. Mənim dostum telefonla çox danışır. My friend speaks, danışır. Nə ilə? With telefon, so much, çoxlu. Mən bugün boşam, səninlə çölə gedə bilərəm. Today I am free. Bugün boşam. Cümlənin birinci hissəsindəyik. Sonra səninlə çölə gedə bilərəm. So I can go out with you. Mən yaxşı aşpazam, çünki çoxlu dadlı yeməklər bişirə bilirəm. I am a cook because I can cook so many tasty meals. Mən düşünürəm ki, I think that orada ki deməkdir. Dünyada cəsur insanlar çoxdur. There are so many brave people in the world. Zəri zəranla. Orada var, burada var. Onda zəri zəra deyirik. Simislər bugün çox xoşbəxtdirlər. Simislər, yəni Simislər ailəsi olduğu üçün deyirik the Simis. Z artikel və soyad cəmdə olmalıdır. The Simis are so happy today because onlar bugün yürüyüşə çıxıb uşaqlar zəng gəldi o birisi telefona, harda qalmışdıq? They went for a walk, gəzintiyə getdilər. Sonra hardaydıq? Çox insanlar kənddə yaşayır və fermədə işləyir. Sağ ol. So many people live in the village and work on the farm. On farm, uşaqlar, fermada həmişə belə işlər, onunla işlənilir. On a farm, müəyyəndirsə on the farm, zeydə deyə bilirik müəyyən olanda. Onların evinin yanında heç bir park yoxdur. There is not any parks near their house. Onların evinə. Near their house. Yəni onların evinin yaxınlığında. Və yaxud da nearby da deyə bilərik. Nearby their houses. Ailənin həyatı şəhərdə çətin deyil. Amma kənddə yaşamaq çox çətindir insanlar üçün. Deməli, families life, ailənin həyatı, families life, it is not, burada bir ailənin həyatı olduğu üçün mən burada izlə deyəcəm. Amma ailələrin həyatı olsaydı arla deyərdim. Families life is not difficult in the city, but living in a village is so difficult. Burada kənddə yaşamaq cümlənin mübtədası olduğu üçün living in the city
Kənd living in the village. Sadəcə burada əgər biz konkret tanıdığımız bir ailədən danışırıqsa, burada z verə bilərik. Amma ümumi mənada deyiriksə, article verməliyik. Boşqabda biraz pendir var. There is cheese on the plate. İndi burada there is zərə vardır kimi işlənir. Təkdə there is cheese on the plate. Niyə z dedik? Çünki mən görürəm axı boşqab da məlumdur mənim üçün. Stolun üstünə biraz kitab var. There are some books on the table. Otaqda 6 stul var. There are 6 tables in the room. Burada məlum hal proseslər gedir. Otağı görürəm, boşqabı görürəm, stolu görürəm. Ona görə z article işlədirik. Bağda bir böyük ağac var. There is deməli a big tree, bir böyük ağac. There is a big tree in the garden. Səhər divanın üstündə bir çanta var idi. İndi zəranın keçmiş zamanı. There was, there were-dən istifadə eləyəcək. There was a bag. There was a bag on the sofa. Bu çanta mənim üçün qeyri-müəyyəndir. Kimin çantasıdır? Ona görə there was a bag on the sofa. Dünən sinifdə 5 dənə stol var idi. Yesterday, there are 5 chairs in the classroom. Stəkanda süd var idi. Mən onu içdim. There was milk in glass. Mən onu içdim. I drank it. Drank, içdim. Çünki orada there was dedik. Was olduğu üçün burada da was'du. Keçmişlə uzlaşır. Otaqda heç bir kompüter yox idi. There were not any computers in the room. Divarda böyük bir saat var idi. There was a big clock on the wall.